Salam dostlar, bugün dünyanın tavanı adlandırılan Tacikistandayım. Görək bu şəhərdə bizi nələr gözləyir. Getdik. Gördüyünüz abidə İsmail Somoy'un abidəsidir. Gündəlik həyatda da Tacik qadınları bu milli geyimlərə böyük üstünlük verir. Onu deyə bilərəm ki, Tacikistan xalqı çox qonaqpərvər və mehriban xalqdır həqiqətən. Salam dostlar, bugün dünyanın tavanı adlandırılan Tacikistandayım. Tacikistanın paytaxtı Düşənbədəyəm. Çalışdığım mümkün qədər bura haqqında sizə məlumat verəcəm və şəhəri birlikdə gəzəcəyik. Görək bu şəhərdə bizi nələr gözləyir. Dostlar, hal-hazırda Düşənbənin mərkəzindəyəm. Bu şəhər düşündüyümdən tam fərqliymiş, açığı. Şəhər küçələri çox genişdir, təmizdir, səliqəlidir. Belə yaşıllaşdırmaya da burada çox böyük üstünlük verilir. Yəni, necə deyirlər, ətrafa baxanda insanın könlü açılır. Həqiqətən çox təmizdir bura. Bu arada burada taksi qiymətləri çox ucuzdur, münasibdir. Yəni istədiyiniz yerə asanlıqla gedə bilərsiniz. Və burada hər 10 maşından 7-8-i taksidir. Və buranın Jura adında tətbiqi var, Tacikistanın özünündür. Onu yükləyib oradan da taksi sifariş verə bilərsiniz və ya belə yol kənarında da durub taksi saxlada bilərsiniz. Bəzi insanlar Taciklərin türk olduğunu düşünür. Düzdür, Tacikistan Orta Asiyada yerləşsə də etnik və dil olaraq fars kökənlidirlər, fars mənşəlidirlər. Danışdıqları Tacik dili də fars dilinin başqa bir formasıdır. Bir-birinə çox bənzərdir, oxşardır. Müqayisə üçün desə, yəni Türkiyə ilə bizim kimi dilləri bir-birinə çox oxşayır, çox bənzəyir. Burada trolleybuslar da fəaliyyət göstərir. Belə. Və dediyim kimi burada taksilər həddindən artıq çoxdur. Arxamda gördüyünüz abidə İsmail Somoy'un abidəsidir. İsmail Somoy Tacikistanın milli qürurudur. Samanilər dövlətinin ən qüdrətli hökmdarı olmuşdur. Onun hökmdarlığı dövründə Samanilər dövləti ən qüdrətli çağını yaşamışdı. Elə Tacikistanın ən hündür zirvəsi də İsmail Somoy'un adını daşıyır və belə ətraf rəngli gül çiçəklərlə bəzədilib. Və bura çıxmaq deyəsən qadağandır. Orada nəzarətçi oturub və yuxarı çıxmaq istəyən olanda xəbərdarlıq edir aşağı düşməsi üçün. Rudaki parkındayım hazırda. Rudaki Tacikistanın böyük dahi şəxslərindən biri olmuşdur. Fars Tacik dilinin atası adlandırılır. 9-10-cu əsrdə yaşamışdır və Rudaki saray şairidir və belə rəvayət olunur ki, Rudakinin xüsusi bir musiqi ilə şeir demə qabiliyyəti var imiş və o zamanlarda bir hekayəyə görə, hətta bu qabiliyyətinə görə hökmdarları verdiyi qərarlardan belə döndərə bilirmiş. Və burada da yenə də ətraf rəngli gül çiçəklərlə əhatə olunur və güllərin ətri də həqiqətən insana çox xoş təsir edir, xoş təsir bağışlayır. Burada Tacikistanın milli kitabxanasıdır. Onu deyə bilərəm ki, Tacikistan xalqı
çox qonaqpərvər və mehriban xalqdır həqiqətən. Qonağa çox böyük dəyər verirlər. Burada küçələrdə gəzdiksən də bunu hiss edirsən və insan özünü burada yad hiss etmir və həqiqətən bu çox gözəl hissdir. Dostlar, burada Novruz sarayıdır. 2014-cü ildə istifadəyə verilib və dövlət tədbirləri, xüsusi tədbirlər və bayram tədbirləri keçirir. Hazırda da burada deyəsən tədbirə hazırlıq gedir. İndi içəri icazə versələr, içərinin həqiqətən çox gözəl, möhtəşəm salonları var. Onları sizə göstərəcəm. Dostlar, içəri girdim. İçəri giriş təxminən 70 soman idi. 70 somani təqribi $7. Həqiqətən çox gözəl naxışlar var. Qapılar əl işidir. Bunlar da həmçinin. Burada növbəti zaldır. Bura çay, kofe zalı deyirlər. Burada da sütunların hamısı oymadır, əl işidir. Hər bir sütun. Və eləcə də tavan da oyma əl işidir. Və çılçırağın çəkisi 3 tondur. И вот здесь лотос, это Персеполис, символ Персеполис. Это символ Персеполиса. Вот этот синий камень, это лазурит из горного Бадахшана, восток Таджикистана. Этот мрамор из севера Таджикистана, Панджакен. Это афиокальцит, змеевик, Худжан, север. После вулканический туф мрамора Гаджоль, север Таджикистана. Мрамор Даштат, восток Таджикистана. Оник, Шахринавский район, здесь рядом, недалеко. Конгломерат Панджакен, север. Гранульный гранит, север. На миниатюрах коричневый камень, это Яшма, Барсовский район. И черный камень, materialların hamısı Tacikistan ərazisində Tacikistan strana горная. istehsal olunub. Dostlar, burada növbəti zaldır. Bura qızıl zaldır. Tavanın hündürlüyü təxminən 38 metrdir və lüstrün çəkisi də 7 tona yaxındır. Və ən böyük zaldır bu zal. Sütunlar belə, divarlar qızıl suyu ilə işlənib. Burada növbəti zaldır. Bura bütün hər yer taxta işləmədir. Taxtadan işlənib və burada bir dənə də olsun mismar istifadə olunmayıb. Və hər bir sütun da bir-birindən fərqlidir. Yəni bir sütun digəri ilə eyni deyil və hər biri də əl işidir. Burada gördüyünüz bütün hər şey əl işidir, oymadır. Həqiqətən zalların hər biri bir-birindən çox gözəldir. Dostlar, bura İstiqlal meydanıdır və bu da İstiqlal abidəsidir. Burada Novruz bayramının atributları var.
Bura İstiqlal abidəsinin içərisidir. Muzey kimi fəaliyyət göstərir və burada Tacik xalqının milli geyimləri sərgilənir və onu deyim ki, gündəlik həyatda da Tacik qadınları bu milli geyimlərə böyük üstünlük verir. Bu da Tacikistanın, Tacik xalqının milli geyimidir. Bu isə getdiyimiz Novruz sarayının maketidir. Antik telefon, radio. Bu da Tacikistanın milli kitabxanasıdır, maketidir. Burada muzeyin rəsm bölməsidir. Müxtəlif tablolar burada sərgilənir. Bu da Tacikistanın prezidentinin tablosudur. Bu maraqlı bir şeyə bənzəyir. Yaxınlaşaq, görək nədir bu. Dostlar, bu İsmail Somoni'nin simvolik taxtıdır. Bu da İstiqlal abidəsinin ən hündür nöqtəsidir. Buradan şəhəri çox gözəl görmək mümkündür. Dostlar, bu arada Tacikistanın 91% dağlarla əhatə olunub, Pamir dağları ilə, yüksək dağlarla. Elə buna görə də Tacikistana dünyanın tavanı deyirlər. Dünyanın tavanı adlandırılır Tacikistan. Burada belə şəhəri izləyə bilərsiniz. Deyəsən stadiondur və yeni tikilir bu arada. İleride Tacikistanın en büyük məscidi görünür. Və Pamir dağları. Dostlar, düşənbə gecələr də çox gözəl görünür. İşıqlandırma həqiqətən çox yaxşıdır. Və bu arada sizə düşənbə adı ilə bağlı deyim. Düşənbə bazar ertəsi deməkdir. Əvvəllər bura balaca bir qəsəbə olub və burada bazarlar yalnız bazar günləri, bazar ertəsi günü üzr istəyirəm, təşkil olunub və o zamandan adı da buranın Düşənbə qalıb. Dostlar, markete geldim. Biraz da size market qiymətləri tanış eləmək istəyirəm. Belə makaronlar var. 7.80 somoni. 1.30 bizim pulla. 1.30 hardasa edir. Burada günə baxan yağları var. Demək, bu neçə litrdir? 3 litrlik günə baxan yağıdır. Hardasa bizim pulla 10 manat civarıdır. 10-11 manat arası belə. Görə burada Fanta'nın, kolanın qiyməti neçədir? 8.90 somoni 1 litrlik Fanta, 1 manat 30 qəpik, 40 qəpik civarı. Aşağı yuxarı bizdəki qiymətlərlə eynidir. Yəni çox fərq yox. Və dostlar, bu arada burada aptekə doruxana deyirlər.
marketin içərisində. Pomidor 1 kiloqrama 54.20. Hardasa biraz bahadır. 9 manat. Yəni çox bahadır. Xiyar 13.20 somoni 2 manat 50 qəpik civarıdır qiyməti xiyarında. Soğan 11.60 qırmızı soğan, ağ soğan da 1.60 üzr istəyirəm 11.60 somon idi. Aşağı yuxarı 1.92 manat. Mesela çumur syomka kardeşin mümkün neyse dadın magazin syomka kadar. Speak English? No. Turkish? Turkish ha. Aha. Sizlerin kıran kameranız magazin 2'de mümkün emez. Çəkmək olmaz. O mümkün emez. Okey. Dostlar, mağazanın mühafizəsi yaxınlaşdı və mağazada çəkilişin qadağan olduğunu bildirdi. Ona görə mən əlavə məhsulları çəkib sizə göstərə bilmədim. Amma qiymətlər aşağı yuxarı əsas məhsulların qiymətləri bizdəki ilə demək olar yaxındır. Amma bəzi məhsullar var idi, bizim qiymətlərdən daha yüksək təklif olunurdu. Dostlar, hazırda Düşənbədən 30 km aralıdayım. Burada tarixi Hisar qalası var. Onu gəzəcəm, amma gəzmədən öncə dedim bir yemək yeyim. Gəlmişəm, qalaya yaxın bir restorandır. Farş sifariş verdim, amma farş nə olduğunu, hansı formada gələcəyini bilmirəm. Farş ümumiyyətlə Tacikistanda, Tacik milli mətbəxində çox geniş istifadə olunur və qiymə ətdir. Bilmirəm hansı formada gələcək. Gələndə mən sizə göstərəcəm, çəkəcəm. Çay sifariş verdim. Çayı belə bir kasada gətirdilər. Farş bizim bildiyimiz belə bir lülə kabab imiş. Dadına baxın. Yəni, dad olaraq da xüsusi bir dadı yoxdur. Bizim lülə kabablar eynidir, amma içərisində hansısa bir ədviyyat var. Yəni, bilmirəm nədir, amma yəni, bizim lülə kabablar eynidir deyə bilərəm. Bu arada bir şiş lülə kababın qiyməti 25 somondur. 25 somon təxminən manatla 5 manat civarıdır. Əslində qiymət çox da baha deyil, yaxşıdır. Yəni dad olaraq da çox yaxşıdır deyə bilərəm. Bizim kabablardan heç də yeri qalmır. Yemək yedim, çıxdım. Qalaya doğru gedirəm. Burada bir, o necə deyərlər, şıdırğı leysan yağır, yağış yağır. Yəni qalaya biraz məsafə var. Hardasa bir 2 kilometrə yaxın yeriyəcəm. Dostlar, hazırda Hisar qalasının yaxınlığında bir mədrəsədəyəm. Mədrəsə 17-ci əsrdə tikilib. Burada tələbələr İslam dinini, elm, təhsil öyrəniblər və onu deyim ki, Orta Asiyada belə mədrəsələrin böyük önəmi olub. Mədrəsənin içərisində belə qədim dövrlərə aid əşyalar sərgilənir.
Bunlar məişətdə qədim dövrlərdə istifadə olunan məişət əşyalarıdır. Dostlar, Hisar qalasına gəldim. Bu qala təxminən 2500-3000 il öncəyə aid olmuş. Və bu qala tarixdə müxtəlif imperiyaların tərkibində olub və ümumilikdə 21 dəfə bu qala ələ keçirilib. Bura qalanın ən hündür hissəsidir. Düzdür, hava yağışlıdır, amma buna baxmayaraq yenə də həqiqətən çox gözəl mənzərə var burada. Yəni, Düşənbəyə gəlsəniz, buranı gəlib görməyinizdə fayda var mənzərə. Çünki çox da uzaq bir məsafə də deyil. 30 kilometr Düşənbədən aralıda yerləşir. Yəni, gözəl mənzərəsi var buranın. Tarixçi olmadığım üçün, tarix müəllimi olmadığım üçün bu qala haqqında sizə ətraflı məlumat verə bilmədim. Amma ki, hər gəzməyi sevən insan kimi mən də bura gələndə bu qala haqqında məlumat öyrəndim və bildiklərimi sizlə bölüşdüm. Amma hər halda gəzməyi sevən insanlar üçün burada Düşənbəyə gəlsəniz, buranı da gəlib görməniz həqiqətən çox gözəl olar. Belə bunu göstərim yenə də sizə qala divarları. Qalanın yaxınlığında yol kənarında belə bir təndirxana var idi. Gəldim burada samsa deyirlər adına. Dadına baxın, istidir, qəşəngdir. Dadına baxın. İçərisində qiymə ətdir və soğandır. Yəni dadlı bir şeydir. Və bir şey də deyim dostlar. Burada çayı deyəsən qəndlə içmirlər. Yəni hər yerdə qənd istəsək də burada belə, yəni bizim yəni bu şəkər tozudurmu yoxsa nədir bilinmir. Nəmli bir şeydir, nəm çəkir. Yəni burada çayı qəndlə içmirlər. Onu öyrənmiş oldum. Belə. Hisar qalasının ardından Düşənbəyə qayıtdım. Bura Tacikistan Tarix Muzeyidir. Burada Neolit dövrünə aid qədim insanların istifadə etdiyi daşlardan alətlər var. 6000-3000 il öncəyə aid 950-250 min il öncəyə aid təxminən daşlar. Burada da 950-250 min il öncəyə aid daşlardır. Dostlar, burada sərgilənən eksponatlardan biri də arxamda gördüyünüz 13 metrlik nəhəng Budda heykəlidir. Bu 1960-cı illərdə tapılmış, Tacikistan ərazisində arxeoloji qazıntılar zamanı tapılıb. Buna həm də bu heykələ həm də Nirvanaya çatmış, Nirvana halında olan Budda heykəli də deyirlər. Dostlar, Buddizmdə Nirvana insanın ağlında və ruhunda tam sakitlik, yəni insan bütün narahatlıqlardan, istəklərdən, egodan
qurtulması deməkdir. Yəni insan nə keçmişin yükünü daşıyır, nə də gələcək üçün narahat olur. Bu heykəl təxminən 7-8-ci əsrlərə aiddir. Və dostlar, əgər Tacikistana gəlsəniz, Düşənbəyə gəlsəniz, mütləq gəlib bu muzeyi ziyarət edin. Dostlar, video uzun alınmasın deyə mən bütün eksponatları sizə çəkib göstərmədim. Amma Düşənbəyə gəlsəniz, dediyim kimi, mütləq gedəcəyiniz yerlər siyahısına buranı da əlavə edin. Dostlar, burada Mehriqon bazarıdır. Düşənbədə yerləşir. Müasir bir bazardır. Əsasən burada quru meyvələr, meyvə-tərəvəz satılır. Qiymətlərə baxacam, yaxınlaşıb. Demək 45 somondur portağal, təxmini 7 somon. Üzr 45 somon təxminən 7 manat. 6-7 manat arasıdır. Alma da 45 somonadır. Qarpız var burada. Qarpız 50 somon. Çiyələk 70 somon idi. Daha hardasa 10-11 manatdır kilosu. Dostlar, yuxarı mərtəbələrdə var. İndi qalxacam. Deyəsən yuxarı mərtəbələrdə paltarlar satırlar, geyimlərdir. Baxa. Burada telefon aksesuarları satırlar ikinci mərtəbədə. Burada əsas dostlar, dediyim kimi quru meyvə və tərəvəz satılır. Yəni Düşənbəyə gəlsəz, burada var çəkə bilərsiniz. Dostlar, bura Tacikistanın ən böyük məscididir, Əbu Hənifə məscidi. Gec olduğu üçün təəssüf ki, içəri buraxmadılar. Mən də yavaş-yavaş vlogumu yekunlaşdırıram. Çalışdığım qədər Düşənbəni sizə göstərmək istədim. Ümid edirəm bəyənərsiniz. Növbəti vlogumda görüşmək ümidi ilə.